Mağazaya daxil olan kimi sizi hədiyyələr qarşılayır burada. Hal-hazırda yeni ilə özəl olaraq kampaniya var ki, onu da qeyd edim ki, mağaza birinci əl ixracçı mağazadır. Ölkə üzrə bütün buradakı məhsulların topdan satışını da həyata keçirir. 24 əyyar qızıl suyuna salınmış məhsullardır ki, orijinallığına tam zəmanət verilir. Bu çeşidlər ən çox satılan tekstura və rəng çeşididir. Hamı baxır mənə, həyəcanlanıram. Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağacan Ağayev. Bugün sizlər üçün növbəti toptancı mağaza ilə tanış edəcəm ki, bu toptancı mağaza şəhərin mərkəzində, Bakı şəhərində, yəni mərkəzdə yerləşir. Heydər Əliyev sarayının yaxınlığında. Birazdanlar dəqiq olaraq ünvanında başa salacağım. Onu da qeyd edim ki, mağaza 1993-cü ildən həmən eyni bu ünvanda fəaliyyət göstərir. Mağazaya keçməzdən əvvəl ünvanı haqqında məlumat veririm ki, gəlmək istəyənlər asanlıqla gəlib mağazanı tapa bilər. Gələrkən hər hansı sual yaranırsa, yenə əlaqə nömrəsi qeyd edəcək ki, həmən əlaqə nömrəsinə əlaqə saxlaya bilərsiniz. Mağaza yerləşir Səməd Vurğun küçəsi ilə Şamil Əzbəyev küçəsinin yaxınlığı. Zəhmət olmasa göstərək. Həmən Səməd Vurğun küçəsidir və bu da Şamil Əzbəyev küçəsidir ki, əvvəl burada təzə bazar olub, yuxarıda Dövlət sirki var. Dövlət sirkindən düşəndə həmən Şamil Əzbəyev küçəsinin kəsişməsindən sola dönürsünüz və həmən Xrustal Lüstr mağazasını gəlib tapmış olursunuz. İndi isə keçək ümumi olaraq mağaza haqqında, mağazada hansı çeşid məhsullar var, məhsullar haradan ixal olunur, ümumi olaraq sizə məlumat verəcəyik. Mağazaya daxil olan kimi sizi hədiyyələr qarşılayır burada. Hal-hazırda yeni ilə özəl olaraq kampaniya var ki, mağazada var. 200 manatdan üzəri alış etdiyiniz halda həmən burada gördüyünüz yerləşdirən qutulardan birini seçib götürə bilirsiniz. Ölçüsündən asılı olmayaraq ürəyiniz istənilən bir qutunu götürmə şansınız var. Mağazadakı məhsullar haqqında ümumi olaraq məlumat verim ki, mağaza yalnız Avropadan məhsullar, gördüyünüz mağazadakı bütün məhsullar Avropadan ixal olunur. Avropanın Çexiya, Almaniya, İtaliya, Slovakiya ölkələrindən ixal olunur və burada bütün məhsullara, gördüyünüz bütün məhsullara, qab-qacaqdır, çəngəl bıçaqdır, dekor qablardır ki, hamısına orijinallığına tam zəmanət verilir. Bəzi markalar var ki, sertifikatla da təmin olunub. İrəliləyən dəqiqələrdə sizə bütün məhsulları mağazanın girişindən başlayaraq mağazada satışda olan bütün məhsullar haqqında məlumat verəcəyik. Yaxından tanış edib ümumi olaraq məhsullar haqqında məlumat verəcəyik. Onu da qeyd edim ki, mağaza birinci əl ixracçı mağazadır. Ölkə üzrə bütün buradakı məhsulların topdan satışını da həyata keçirir. Qeyd etdiyim ölkələrin bir çox markasının rəsmi distributorudur ki, qeyd etdiyim kimi 93-cü ildən bazardadır. Bu orijinal və Avropa məhsulları satan mağazalar əminəm ki, bu mağazanı tanıyır. Əgər tanımayanlar varsa da qeyd etdiyimiz ünvana, mağazaya yaxınlaşaraq məhsullarla yaxından tanış ola bilər, qiymətləri ilə tanış ola bilər və öz müştəriləri üçün bu məhsullardan seçib satışını həyata keçirə bilər. Mağazada həmçinin pərakəndə satış da mövcuddur ki, rahatlıqla gəlib pərakəndə alış etmək istəyənlər də alış edə bilər. Kim ki, orijinallığı və fərqli məhsullar almaq istəyir, görmək istəyir, bu mağazanı əminliklə tövsiyə edə bilərəm. Mağazanın əlaqə nömrələrini qeyd edirəm ki, hər hansı bir sualınız olarsa, qiymətlə bağlı, ünvanla bağlı qeyd olunan əlaqə nömrələ əlaqə saxlayaraq rahatlıqla, asanlıqla kömək ala bilərsiniz. Əlaqə nömrəsi 070 215 71 40. Həmçinin mağazanın Instagram səhifəsi də var ki, keçid edərək oradan da məhsullarla yaxından tanış ola bilərsiniz. İndi isə mağazanın girişindən sağ tərəfindən başlayaraq sərgilənən məhsulları sizə yaxından təqdim edəcəyik. Hansı ölkə istehsalıdır, hansı marka məhsullarıdır, onunla bağlı sizə yaxından və ətraflı məlumat verəcəm. İçdən daxil olan kimi sağ və solda xrustal çeşidləri məhsulları sərgilənib ki, burada 3 ölkənin demək, məhsulları və markaların məhsullarını görə biləcəksiniz. Demək, Slovakiyanın Sonic Xrustal çeşidləridir. Həmən bu sağda və solda arxa kadrlarda da sizə göstərməyə çalışacağam. Burada Sonic Xrustal markasının rozetka, mürəbbə qabı və kül qabısından tutmuş, salfetka qabısından tutmuş bütün çeşidlərini görmək mümkündür ki, meyvə qabıdır, konfet qabıdır, çay stəkanlarıdır, qrafin və bakal dəstləridir, mürəbbə qablarıdır, güldanlardır. Bir sözlə A-dan Z-yə həmən Sonic Xrustal markasının bütün məhsulları həmən bu vitrində sərgilənib, çeşidlənib. Həmçinin digər vitrində də, həmçinin yenə də Sonic Xrustal brendinin digər çeşid məhsullarıdır ki, burada yenə sərgilənib. Burada da əlavə olaraq bakallar var. Bakal ölçülərinə görə dəyişir. Daha sonra isə bunların həm zərli, həm qızılı çeşidləri var ki,
Onu da qeyd edim ki, mağazada gördüyünüz bütün qızılı məhsullar, çeşidlər 24 əyyar qızıl suyuna salınmış məhsullardır ki, orijinallığına tam zəmanət verilir. Yəni yuyulduğu zaman, istifadə olunduğu zaman həmən o qızılı olan hissələr qəti şəkildə rəngi açılmır, bozalmır və yaxud da tökülmür. Daha sonra isə xrustal çeşidlərindən Çexiya istehsalı olan Tom Xrustal və Aleš Zverina markalarının gördüyünüz kimi buradan düz bura qədər gördüyünüz bu 3-4 vitrin hamısı Tom Xrustal və Aleš Zverina brendinə məxsusdur ki, burada da yenə eyni qaydada qiymət olaraq fərqləndirsək Nisə xanım, Çexiya istehsalı və yaxud öncə qeyd etdiyimiz xrustal çeşidlərinin içərisində ən baxsa Aleš Zverina brendinə məxsus xrustal çeşidləridir ki, digər qeyd etdiyimiz, göstərəcəyimiz xrustal markalarının çeşidlərindən bir qədər qiymət olaraq fərqlənir. Burada da yenə gördüyünüz kimi meyvə qabı, kül qabı, limon qabı ən xırda çeşidindən başlayaraq fərqli məhsul çeşidlərini rahat şəkildə gəlib, yaxınlaşıb mağazadan əldə edə bilərsiniz. Sonuncu vitrinimizdə də öncədən qeyd etdiyimiz hansı marka idi o? Sony Kristal, Slovakiyanın Sony Kristalın həmən qızılı teksturandan olan çeşidlərdir ki, öncə də qeyd etdim, bu qızılı olan hissələr 24 əyyar qızıl suyuna salınıb, hazırlanır və qəti olaraq da rəngi getmir. Daha sonra Aleš Zverina'nın yenə də burada gördüyünüz bu vitrində bəzi məhsullar sərgilənib, eyni təkrar olaraq. Mağazada gördüyünüz yemək dəstləri setləri Almaniyanın Falken və Çexiyanın Tun firmasına məxsusdur ki, yenə də məhsulların orijinallığına zəmanət verilir. Buradan başlayaraq sizə həmən yemək dəstləri ilə tanış edəcəm. Gördüyünüz bu dörtlü vitrində burada həmin Almaniyanın Falken porselan brendidir ki, yer alıb. Gördüyünüz bu dəstlərdə ümumi olaraq 111 predmetdir və eyni zamanda həm ağ qızılı olan teksturada olan, həmçinin açıq yaşıl, su yaşılı, qızılı teksturada olan rəngi var. Həmçinin bunların bordo teksturalı çeşidi də var ki, əlavə olaraq da göy rəngi çeşidi də var ki, amma vitrində hal-hazırda yerləşdirilməyib. Növbəti digər iki dəst isə gördüyünüz bu həmən Falken firmasının ikinci bir göstərəcəyimiz. Bunların həm gümüşü, həmçinin də qızılı teksturada olan çeşidi var ki, zövqünüzə uyğun olan və belinizə, öz süfrənizə uyğun gələn rəngini də seçib rahatlıqla istifadə edə bilərsiniz. Həmən Falken firmasının digər çeşid qabları da var ki, burada yer alıb. İlkin olaraq sizə Almaniya brendi həmən Falken markasının məhsulları ilə tanış edəcəm. Daha sonra isə Çexiyanın Tun firması ilə. Burada da yenə gördüyünüz, bayaq öncə qeyd etdiyim digər vitrində olan məhsulun bordo teksturalı, qızılı teksturalı olan rəngidir. Bunun qeyd etdiyim kimi göy rəngi də var, amma hal-hazırda vitrinimizdə yoxdur və həmən bu markanın orijinallığına, bütün markaların orijinallığına tam zəmanət verilir. Həmən Falken markasının da sertifikatı bütün məhsullar üzərində baxın belə sertifikatla sizə təqdim olunur. Onu da qeyd edeyim ki, bu dəstləri istədiyiniz predmet sayına görə yığdıra bilirsiniz. İstəsəz çay fincanları ilə, dəsti ilə bir yerdə və yaxud da tək yalnız boş qablarını supniklə, çayniklə və s. olaraq, yəni zövqünüzə, istəyinizə uyğun olaraq onu da sizin üçün yığıb dəstləşdirə bilirlər. Həmçinin Falken firmasına, markasına məxsus digər bu vitrinlərdə də bəzi digər çeşidlərdə, rənglərdə olan teksturaları görürsünüz. Arxa kadrlarda mən bütün hamısı ilə sizləri tanış edəcəm bacardıqca. Burada da yenə fərqli teksturada, fərqli rənglərdə çeşidləri yer alıb ki, bəzi məhsullar, çeşidlər var ki, qeyd edeyim ki, yalnız eksklüziv olaraq bu mağazadan əldə edə bilərsiniz. Topdan satış olmasına baxmayaraq, bəzi məhsullar var ki, onların topdan satışı qismən olunur və yalnız mağaza eksklüzivliyi özündə saxlayır ki, bu ünvandan gəlib əldə edə bilərsiniz. Yenə də burada mavi və qızılı rəngdə olan digər bir çeşid. Gördüyünüz bu dördlü həmən vitrinimizdə Çexiyanın Tun firmasına məxsus dəstlərdir ki,
Burada demək rəng olaraq həm fil sümüyü rəng, biraz mirvariyə çalan rəng, həmçinin də düm ağ olan çeşidləri var. Bu dəstlərdə də yenə keçərlidir. Öncə də qeyd etdiyimiz kimi pridimet sayını öz istəyinizə uyğun yığdıra bilirsiniz. Həm cehizlik və yaxud da sadəcə yemək üçün istifadə olunan boşqab, nəlbəki, çay servisini və s. Bunların yəni 2 rəngi var. Növbəti isə dəstimizin teksturası budur. Həmçinin Tun firmasının digər öncədən göstərəcəyimiz teksturalar, çeşidləri də var ki, onları da sizə qeyd edeyim. Mağaza sahibinin qeyd etdiyi məlumata əsasən sizə söyləmək istəyirəm ki, bu çeşidlər ən çox satılan tekstura və rəng çeşididir. Hal-hazırda da mağazadan stokda var, yəni istədiyiniz sayda həm satış üçün, həm də eviniz üçün say var. İstədiyiniz sayı və predmeti, qabların çeşidlərini yığdıra bilərsiniz. Göstərdiyimiz çeşidlər teksturalarda hamısını bir-bir təkrarcılı olaraq qeyd etmək istəyirəm. Bütün həmən parçalarda, yemək takım dəstlərində say olaraq hamısının istədiyiniz sayda teksturalarda, istədiyiniz sayda predmetdə göstərə bilərsiniz. Baxın, həmən eyni Tun markasına aid olan teksturaları yaxından göstərmək istəyirəm. Bayaq öncə qeyd etdiyim həmən ağ və fil sümüyü rəngi olan yemək dəsti. İndi isə sizlərə mağazada olan çəngəl, bıçaq dəstlərinə haqqında məlumat verəcəm. Onda qeyd edim ki, öncədən gördüyünüz mağazada olan 95% çəngəl bıçaq dəstləri İtaliyanın Thomas Decision markasına məxsus məhsullardır ki, burada da predmet sayı fərqli olaraq yığdırmaq mümkündür yenə. Çəngəl, bıçaq, qaşıq, aş qaşıqlarıdır, limon çəngəlləridir, daha sonra çay qaşıqları çeşidləridir. İstəyinizə uyğun bütün çeşidlər mövcuddur, say olaraq var. İstədiyiniz sayı, predmeti rahat şəkildə yığa bilərsiniz. Gördüyünüz bu masa üzərində həmən bütün çəngəl bıçaq çeşidlərindən fərqli olaraq hər birindən nümunə olaraq burada da yer alıb. Onu da qeyd edeyim ki, digər qablarda qeyd etdiyimiz qızılı 24 əyyar qızıl suyuna salınmış qablar kimi çəngəl bıçaqlarda da yenə keçərlidir. Hər biri rəngi getmir və zəmanət verilir orijinallığına. Demək, gördüyünüz dəstlər həmən qulpuna görə fərqli rəng çeşidləri var. Burada bardov olan rəngdə, mavi olan rəngdə, həmçinin gümüşü olan rəngdə. Onu da qeyd edək ki, həmən bu limon çəngəli ki var, yalnız bizim ölkəyə ixal olunur. Yalnız bu markanın, bu Thomas brendinin limon çəngəllərini siz yalnız bu mağazadan və bu toptancının satış etdiyi digər mağazalardan əldə edə bilərsiniz. Çünki Azərbaycan həmən bu Xrustal Lüstro mağazası tərəfindən sifariş olunub və bir növ patentləşdirilib. Digər Rusiyadır, digər SNG ölkələrinə həmən bu çəngəl dəstlərinin limon çəngəli satışı olunmur. Yalnız bu mağazadan siz əldə edə bilərsiniz. Daha sonra belə göy rəngdə olan qulp tutağacından olan çeşidi var. Bunu da yenə öz dəstinizə, yemək dəstinizə uyğun rənglərlə dəstləşdirib istifadə edə bilərsiniz. Daha sonra belə fərqli, yaxından zəhmət olmasa belə daha tünd yaşıl olan çeşidi var. Daha sonra bunlar biraz daha fərqlidir. Bunlar nə gedir? Sədəf. Bunlar bəs. Bu biraz mat gelir. Həmən demək, buradan göstərəm. Mat,
həmən qulp hissəsi mat və parlaq olaraq çeşidləri var. Mat sevərlər, parlaq xoşlamayanlar belə mat rəngdə olan çeşidlərini də mağazadan gəlib rahat şəkildə əldə edə bilər. Bütün videolarımızda qeyd etdiyimiz kimi tövsiyə edirik ki, mağazadan alış etmək istəyənlər mütləq şəkildə mağazaya gəlib mağazanı ziyarət etsin, mağazadakı satışda olan məhsullarla yaxından tanış olsun, keyfiyyətinə, materialına, qiyməti ilə bağlı ən yaxşısı mağazanıza gəlməkdir ki, seçiminizi də rahat şəkildə ona görə eləyəsiniz. İndi isə keçirik İtaliyanın Bruno markasına məxsus olan qablardır ki, burada dekor qablardır, sunumluqlardır, meyvə qablarıdır, dəpə qablarıdır, konfet qablarıdır, fərqli sunumluqlardır. Qabları burada görürsünüz. Həmçinin belə irəliləyən digər vitrinlərdə də fərqli çeşidləri göstərəcək. Baxın belə mələk və s. Dekor qablar da mövcuddur ki, həm ağ qızılı olan rəng çeşidləri mövcuddur, həmçinin göy qızılı olan rəng çeşidləri də mövcuddur ki, burada da yenə zövqünüzə uyğun rəngi seçə bilərsiniz. Həmən qızılı hissənin, baxın, parlaq qızılla olan çeşidləri var, həmçinin mat qızılı rəngindən olan çeşidləri var. Onu da qeyd edim ki, yenə də keçərlidir. Bu markanın da zəmanət kartı verilir ki, həmən qeyd olunan qızılı hissələrinə ümumiyyətlə məhsula keyfiyyəti ilə bağlı, orijinallığı ilə bağlı tam zəmanət verilir. Burada da belə dekor, mağazada fərqli dekor, komod üstü, daha sonra ayaq üstü belə saatlardır, komod üstü saatlardır, digər dekor qablardır ki var. Mağazada fərqli brendlərə məxsus qab çeşidləri də var ki, hansını siz görürsünüz, videodan görürsünüz, qiymətini maraqlanırsınız, bəyənirsinizsə, skrin edib mağazanın qeyd etdiyimiz əlaqə nömrələri ilə əlaqə saxlayıb dəqiqləşdirə bilərsiniz. Burada da həmən öncə qeyd olunan Bruno markasının Bordovu qızılı olan rəng çeşididir. Burada da yenə həmən eyni qeyd etdiyimiz dekor, sunumluqlar, meyvə qabları, konfet qabları yer alıb. Daha sonra yenə bunlar da Bruno markasına aid. Baxın, belə güzgünün önündə, komodun üzərində və s. kimi istifadə edə bilərsiniz. Bu saatlar fərqli olur. Bu saatlar da yenə, bu saat da yenə Bruno markasıdır, İtaliya istehsalıdır. Belə fərqli dekorativ məhsullar da, çeşidlər də var ki, əldə edə bilərsiniz. 24 əyyar qızıl suyuna istifadə olunub bu qabların bəzədilməsi və bunlar əl işləridir. 1965-ci ildən fəaliyyətdədir. Bu il 60 illikdir bu markanın. Hand painted. Əl ilə boyanıb. Bütün hamısı əl ilə, əl işidir, əl ilə boyanır. Öncə qeyd etdiyim kimi mağazada həmçinin dekorativ qablar da var ki, masa, komod üzərində ümumiyyətlə evi bəzəmək üçün və s. kimi istifadə etmək üçün baxın belə fərqli şamdanlar, saatlar, belə bu növ tablolar var. Fərqli ölçülərdə, fərqli növlərdə, şəkillərdə, fərqli görünüşdə mağazanın fərqli yerlərində sərgilənib ki, mağazaya gələrək rahat şəkildə zövqünüzə uyğun olanı seçə bilərsiniz. Bunlar da yenə İtaliya istehsalıdır. Öncədən qeyd etdiyimiz məsələlər burada da keçərlidir ki, qızıl suyuna salınmadığı 24 əyyar orijinallığına tam zəmanət verilir. Fərqli, yenə Bruno firmasına, markasına aid baxın belə saatdır, şamdanlardır. Fərqli rənglərdə, fərqli teksturalarda baxın belə naçnik çeşidi var. Rahat şəkildə zövqünüzə uyğun evinizi bəzəyəcək məhsulları, çeşidləri rahat şəkildə buradan əldə edə bilərsiniz. Son olaraq isə mağazada satışda olan çılçıraq çeşidləri ilə də qısa olaraq sizlərə tanış edim ki, burada 6 şamdan başlayaraq öz evinizə uyğun olaraq istədiyiniz ölçünü seçib sifariş edə bilərsiniz. Mağazanın stokunda yenə də çılçıraq çeşidlərində mövcuddur ki, 6 şamdan başlayaraq istədiyiniz ölçünü 24 şama qədər olan çeşidləri mövcuddur ki, burada da yenə orijinal Çexiya istehsalı
Çexiya brendinə məxsus olan markalara məxsus məhsul çeşidləridir ki, yenə də bu mağazada həmən brendin rəsmi distributorudur. Ölkə üzrə də yenə topdan satışını həyata keçirir. Həmçinin də pərakəndə şəkildə yaxınlaşıb mağazadan əldə edə bilərsiniz. Bugünkü videomuzda bu qədər dostlar. Ümid edirəm ki, kimlər bizdən fərqli və sıradan olmayan toptancı mağaza axtardı. Bu videoda onlar üçün tam faydalı olacaq. Ətrafınızda, yaxınlarınızda orijinal, fərqli məhsullar sevən rəfiqələriniz, dostlarınız, tanışlarınız varsa, bu videonu da həmin şəxslərlə bölüşərək, onlar da əgər mağazanı tanımırlarsa, tanış eləyə bilərsiniz. Düzdür, mağaza qeyd etdiyimiz kimi 93-cü ildən bu yana fəaliyyət göstərir. Bu çeşid məhsulları satan toptancılar bu mağazanı tanıyır, əməkdaşlıq edirlər. Tanımayanlar isə rahatlıqla bu videonu göndərib onların da tanımasında vasitəsi ola bilərsiniz. Videomuzu bəyənib kanala abunə olmağı da unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.